Trump əslində qalanda bu cür qeyri-standart, çox bağışlayın, birisi də gicbəsər filan yazmışdı, onu istifadə eləmək istəmirəm. Hərəkətlərinin arxasında, onu da deyək, onu müdafiə eləmək fikrim filan yoxdur. O demir ki, hər şeyə, bütün məsələlərdə Rusiya müqavimət göstərməyin mənası yoxdur və yaxud da ona güzəştə getməliyik. Mənim düşüncəmə görə Amerika hökumətinin administrasiya, biz deyirik də, Trump administrasiya ya da hökuməti o ateşkəs üçün çalışır. Və niyə çalışır? Bu onun şəxsi, komandasının şəxsi marağıdır. Çünki 24 saat ərzində bu problemi həll eləyəcəm deyirdi. 20 yanvardan bura xeyli vaxt keçib, o istiqamətdə böyük dəyişikliyin olduğunu da görməmişik və görməyəcək. Yaxın gələcəkdə görməyəcək. İndi deyirlər ki, geopolitik durum dəyişir. Özü də mənim düşüncəmə görə pisliyə doğur. Burada nədir? Yenə əvvəlki fikrimə qayıdıram. Bütün bu emosional, o duygusal, o tərəflərə baxmayaraq, çox yaxşı olardı ki, Zelenski gəlib istədiyinə nail olardı. Çünki siyasət bir daha təkrar eləyik. Mümkün olanı əldə etməksinə. Bu, onun məqsədi o deyil ki, bu prezident Trump'ı ya da onun komandasını dünyada rüsva eləsin. Məqsəd o deyildi. Məqsəd o idi ki, onu o sənədi, yəni az nadir tapılan o metal yataqlarının istifadə edilməsi qaydası haqqında niyyət protokolunu imzalasın. Elə mi? Bu da olmadı. İndi pisə doğru dəyişiklik olur. Düzələ bilər. Amma burada diqqəti çəkənlər, mənim fikrimcə, çox şeylər dəyişə bilər. Amerika First dedikləri, Amerikada çox ənənəvi bir siyasət var. Amerika, Birləşmiş Ştatları hökumətləri hərdən bir öz qınına çəkmiş. 30-cu illərdə də belə oldu. O, Prezident Roosevelt dünya tarixinin görkəmli şəxsiyyətlərindən. Onu inandırmaq üçün ki, 2-ci Dünya müharibəsində insanlar qırılır filandır və gəl yardım elə, çox əziyyət çəkdiler. Yəni o Tehrandakı 43-cü ildə Tehrandakı görüş həqiqətən böyük səylər nəticəsində baş vermişdi. Və deyək ki, ondan əvvəl də 19-cu əsrdə də oldu. Ki bizim işimiz deyil. Avropa işləri bizim işimiz deyil. Amma sonra anladılar. 9/11 dedikləri bu nədir? 11 sentyabrdan sonra anladılar ki, elə də əl çatan uzaqlıqda deyirlər. Onu da vura bilərlər. İndi zəifləyib. Amma baxın, məsələ nədir? İzolyasiyonist ya da təcrid siyasətinin arxasında duran nədir? Burada bir məntiq də var. Mən onu müdafiə eləmək filan fikrim yoxdur. Anlamaya çalışıyorum. Deyir ki, NATO'nu qurduq. O zaman Avropa çox zəif idi. Çox kasıb idi, müharibədən çıxmışdı, dağılmışdı və s. və ilaxırı. Üstündən 80 il keçdi. İndi lütf eləyib öz güvənliyinizi özünüz təmin edin. Burada bir məntiq var mı? Var. Niyə NATO büdcəsinin 70%'ni mən ödəməliyim? Və 2'də 1 də deyir. Keçən o prezidentlik dövründə də o Merkel'lə yadınıza gəlir. Bunun çox böyük bir davaları filanları oldu və Merkel də küstü bundan. Dedi ki 2%'e heç olması qaldırın. Milli daxili hasilanın 2%'ni buna xərcləyin. İndi 3%, hətta indi təklif eləyir və hətta biraz da təzyiq göstərir. Deyir ki 5% eləməlisiniz. Məntiq var mı? Var. Və Avropada bir belə deyək, kaprizli bir uşaq kimi həmişə deyirdi ki, yox. Və özünün, bilmirəm, bizim izləyicilərin hər halda məlumatı var. Avropa bu keçən 80 il ərzində çox böyük inkişaf səviyyəsinə gəlib çatdı. Və çox önəmli sosial müdafiə sistemini qurdu. Bu sosial müdafiə sistemi Amerikada yoxdur. Amma Avropada var. Tək Avropanın o, belə deyək, Skandinav ölkələri nəzərdə tutmur. Yəni, sosialist partiyaların hakimiyyətdə olduğunu. Cənubi Avropada belə. Məsələn, gedin İspaniya,
Bizim insanlarımızın bəziləri çox məmnuniyyətlə gedirlər İspaniyada ev alırlar və orada yaşayır. Çünki və yaxud da Almaniyada sosial müdafiə sistemi insanların gələcəyini təmin eləmək üçün quruldu və insanlar rahatlayıb. O artıq başqa məsələdir. Təhlükə qarşısında bir zamanlar Roma imperiyasında olduğu kimi bunlar da rahatlayıblar. Və bunlar da keçən 3 ildə çox böyük yanlışlıqlar elədilər. O bir başqa bir məsələ. Bunu da biz danışmışıq ki, Avropa, ümumiyyətlə kollektiv qərb dedikləri ki, bugün o kollektiv qərb yoxdur. Rusiyanın tükənməsi üzərində qurmuşdu strategiyalar. Və Rusiya da göstərir ki, onların da çox ciddi hesablamalarına görə Rusiya Federasiyası, yəni Putin hakimiyyəti bir il müharibə edə bilər. Yəni o potensial var. Çox təəssüf. İndi Ukraynanın müharibəni davam etdirmək potensialı var mı? İnsan resursu tutar. Çünki biri var 30-35 milyonluq bir ölkə, biri de var 145 milyon ölkə və Şimali Koreya'dan da o insanları getirir, o Rusya arasında kırdırır. İndi bak bu America First dediğimiz konsepsiya ne kadar ciddi hal alacak. Benim düşünceme göre, en azından belə deyək, arzuma göre bu 28 fevral hadisesinde olan o acı durum biraz yumuşalacak. Çünkü Avrupa'da bu ısrar edilir. Yani İngiltere'nin ısrarı Amerika için büyük mesele. Adeten deyirlər, Ağ Evin qərarını almaq üçün sən Downing Street ondan hərəkət eləməlisən. Yəni, Xarici İşlər Nazirliyi orada inandırmalısan onları, onlar da öz sözlərini deyəcəklər. Mən bunu hətta Azərbaycan-Türkiyə münasibətlərinə də tətbiq etməyin tərəfdarıyım. Çünki Türkiyədə Azərbaycanın nüfuzu o qədər yüksək ki, Qarabağdan sonra istənilən demirəm. Ama çok önemli kararları kabul ettirmek mümkündür Ankara'da. Bu birinci bir meseledir. İkinci çok önemli meselelerden birisi Avrupa, indi bu barədə çok yazılır, üstünden elə bir-iki cümleyle keçer, özünün güvenlik sistemini kurmak zorundadır. Yani NATO, bu da çoktanki meseledir. Bu Amerika Birleşmiş Ştatları'nın Avrupa'da güvenlik sistemiyle bağlı münasibəti hər dəfə dəyişir. Deyək ki, demokratlar bir cür yanaşıb, respublikaçılar başqa cür yanaşıb və bəziləri hətta bunu düşməncəsinə yanaşıblar. İndi Trump hakimiyyəti deyir ki, hökuməti deyir ki, özünüz bu məsələni həll edin. Avropada dediyim kimi bu 80 ildə çox rahatlandı. Yani sosyal meseleleri esas prioritet sahə oldu. Onun nəticəsində də insanlar çox rahatladı. İndi ondan belə asanlıqla əl çəkə bilmir.